Take the bull by the horns. Take the bull by the horns. Sözbəsöz tərcümə etsək, yəni öküzün buynuzlarından tutmaq. Bəs bu idiomun, bu ifadənin əsas mənası nədir? Çətin və qorxulu bir problemi cəsarətlə birbaşa həll etməyə başlamaq və ya o problemi həll etməyə çalışmaq. Belə ki, sən o problemdən qaçmırsan, kiminsə sənə kömək etməyini gözləmirsən, düz problemə doğru gedirsən. Təsəvvür edin ki, qarşınızda böyük və əsəbi bir öküz var. Onunla başa çıxmağın sadəcə bir yolu var. O da ki, buynuzlarından tutmaqdır. Bunu etmək risklidirmi? Bəli, risklidir. Belə ki, take the bull by the horns ifadəsi müsbət məna daşıyır. Güclü və lider xarakterli birini göstərmək üçün istifadə olunur. Məsələn, necə deyərik? Qətiyyətli və cəsarətli olmağın və həqiqətlə üzləşməyin vaxtıdır. It's time to take the bull by the horns and face the truth. Və ya nəhayət şeytanın qıçını qırdım və evi təmizlədim. Yəni nəhayət ki, mənə bir cəsarət gəldi. I finally took the bull by the horns and cleaned the house. Bəs sizcə, take the bull by the horns ifadəsi Azərbaycan dilində hansı ifadə ilə uzlaşır? And my question to you, what problem do you need to take the bull by the horns?